Həmas terror təşkilatıdır. Bəli. Hizbullah terror təşkilatı. Əlbəttə, hamısı birdən olar. Siz bir söz dediniz. Dediniz Fələstində baş verənlər oradakı müsəlmanların günahıdır. Həqiqətən belə düşünürsünüz? Bəli, əlbəttə. Ümumiyyətlə nə baş verir? Əhməd Əşşara sizdəndir. Yəni o mən bilmirəm, o dövlət tanıyırsınız? başçısıdır. Yox, tanımıram. İstəmirəm də, maraqlı deyil o adam mənə. Və bəs onun Bəşər Əsədi devirməyi bir müsəlman kimi sizi sevindirdi. Çünki Türkiyədəki mənim dostlarım az qala göyə güllə atırdılar sevincdən. Bilirsinizmi, o məsələlər qarışmırsınız. Hə. Amma bir məsələ var da. Bu ayrıca mövzudur da. Yəni ona qarşı çıxmaq olardı, yoxsa yox. Əsədə? Hə. Biz dedik axı, məclisimizin əvvəlində müsəlman hakim olmaz və zalimdir ya istəyir adil olsun, olmaz. Bir dənə hakim olar, o da qeyri-müsəlmandırsa. Hə, qeyri-müsəlmana qarşı çıxmaq olar İslamda. Yəni kafir hakimə. Hə, lakin onun şərtləri var. Əsəd o şərtləri ödəmişdi. Hə, yox, Əsəd əslən o Ələvi firqəsi idi. Müsəlmanların çoxusu onları müsəlman görmür. Əsəd Allahçı idi. Hə, onlar müsəlman görmürlər onu. Hə, ona görə ona qarşı bəlkə də şəri cəhətdən çıxmaq olardı. Lakin şərtləri var idi, yox. Şərtlərdən nə idi? Gücün olması, məsləhə məfsədənin zərər xeyri götürüb qoymaq, alimlər, həmçinin siyasətçilərin deməsi və ən əsaslarından da biri onun yerinə kim olacaq? O adam yox idi. İndi var da yetişdi. Onun nəticəsinə biz bir məsələlərə girişmirik, lakin onun nəticəsində nə qədər insanlar öldü. Sonuncu sualım. Yəni dini cəhətdən səhv idi. Səhv idi. Səhv idi.